hamısı Heydər Əliyevlə dəstəkləyən Heydər Əliyevçilər, elə demək olarsa, dövlətimiz, xalqımız üçün xidmət edən ziyalılardır. İlk öncə qonaqlarımızı təqdim etmək istəyirəm. Hörmətli, məndən sağ tərəfdə Vaqif müəllim Abbasov, akademikimizdir. Fuad müəllim Cavanşirov, İdarəçilik İnstitutunun professoru, eyni zamanda da Yasamal Royan Məmmədov. Mən Cavan. Cavanlar burada, nə olacaq? İcazə verir. Sonra uzun müddət Heydər Əliyevlə bir yerdə işləmiş Sovet hökuməti vaxtında hörmətli Ərman xanımımız, Ağsaqqallar Şurasında məsləhətçi Zahid müəllim, Xətai rayon Ağsaqqal İcra Hakimiyyətinin şöbə müdürü Pənah müəllimdir. Ağsaqqallarımız İzran müəllim Şərifov şöbə hakimliyi və hərbçimiz Firdevs müəllim. Qanunlar da ki, biz hamımız tanıyırıq. Hamımız xoş gəlmişsiniz. İlk olarak bir balacanın açılış verim, sonra inşallah sonuçlarımızı. Her bir xalqın azadlığında, müstəqilliyində, mənəviyyatında, dünya siyasətində, millətin mövqeyinin möhkəmləndirilməsində, milli ruhun yaradılmasında müstəsna xidməti olan dahi şəxsləri olmasıdır. Azərbaycan xalqının taleyinə, bəxtinə, qismətinə, tarixin müxtəlif mərhələlərində belə şəxslər yazılıb, onlardan unudulmamasına imkan verməmək xalqın hər bir nümayəndəsinin borcu olmalıdır. Xalqımızın tarixinə qızıl səhifələrlə yazılan bir misra qalan irsi dövlətçilik ənənələrini gələcək nəslə ötürmək, milli ruhu, düşüncələri xalqın sabahının təməlini möhkəmləndirmək. Tarixin hər bir dövründə belə dahi insanlar olub və olacaqdır. 20-ci əsrin ikinci yarısında xalqımız tərəfindən seçilmiş dahi şəxsiyyət Heydər Əliyev ən çətin anlarda onun xilaskar oldu. Xüsusilə 20-ci yüzilliyin 90-cı illərdə xalqımızın başına gətirilən bəlalardan nizat yolu axtarmaq zamanında ulu öndərimiz xilaskarımız oldu. Bir daha sübut olundu ki, tarixin dərin qatlarında imzasını əbədi yaza hər günümüzə üzü ağ ləyaqətlə qalib gələn Azərbaycan xalqı yetişdirdiyi dahi şəxsiyyətlərə arxalana bilər. Heydər Əliyev doğrudan da bu günümüzün, sabahımızın görən, duyan dahi insanıdır. Vətən müharibəsinin bütün xalqın apardığı müharibədir. Ordumuzun rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandanımız ətrafında birləşməsi vətənini, torpağını, ərazi bütövlüyünü təmin etdi. Müstəqilliyimiz bərpa edildi. O xalqın xoşbəxtdir ki, onun belə şəxsiyyətləri var. Yaradan bizim xalqımıza da bu cəhətdən töhfəsini əsirgəməyir. Heydər Əliyev dahi şəxsiyyət və siyasətçi kimi Azərbaycanın ağır günündə cəsarətlə sinəsini irəli verib, xalqın, dövlətin qoruyucusu missiyasını şərəflə yerinə yetirib. Heydər Əliyevin dahiliyinə sübut onu ayrı-ayrı zamanlardakı çıxışlarında söylədiyi müdrik kəlamlarıdır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam, vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa, mənəviyyətsizlikdir. Xalqın, dövlətin, vətənə taleyi hər bir insanın taleyinə çevrilməlidir. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Bu saysız, hesabsız, belə uzun görən fikirlər əslində qalın ciltli bir kitabın bizə ötürdüyü informasiya qədər dəyərlidir. Mən də həqiqətən Heydər Əliyev haqqında bildiklərimi, gördüklərimi deyə bilərəm ki, Heydər Əliyevin hakimiyyəti dövründə mən bir kolxozçu balası kimi ali məktəb oxumuşam. Ulu öndərimiz rüşvət və rüba qarşı necə deyirlər, Azərbaycanın dünyada tanınmasında öz sözünü demiş. Azərbaycanın ziyalısıdır. Heydər Əliyevin
Azərbaycanın tarixində unudulmazdır. Heydər Əliyevin yetişdirməsi olan, onun davamçısı olan İlham Əliyev 44 günlük müharibədə xalqımızla, ordumuzla, onun ətrafında birləşərək təmir yumruq nəticəsində bu müharibədə biz qalib gəldik. Müharibənin də öz qanunları var. Bu müharibədə biz şəhidlər verdik. Mən həqiqətən də bir şəhid atası kimi də qürurluyam. Onu deyə bilərəm ki, mənim oğlum da bu müharibədə iştirak edib. Qazandığımız qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir tarixi bizə bəxş etdi. Nə yaxşı ki, bu yazılan, qızıl hərflə yazılan tarixdə bizim şəhidlərimizin, bizim övladlarımızın da adı var. Həqiqətən də Heydər Əliyevin davacısı İlham Əliyev apardığı siyasət Qafqazda, nəinki Qafqazda, dünyada sözünü deyən bir dahi şəxsiyyət, bir dahi bir rəhbərdir. Həqiqətən də Avropanın prezidentləri və dövlət başçıları deyir ki, biz İlham Əliyevin qəbuluna düşmək üçün onun qəbulunda saatlarla gözləyirik. Bu həqiqətən də bu söz bizim üçün qürurdur, bizim xalqımız üçün qürurdur. Bir daha onu da deyə bilərəm ki, 44 günlük müharibənin sonunda ki, biz qalib gəldik. Dünyanın ən hegemon ölkəsi olan, ən böyük ölkəsi olan Amerikadakı o sülh müqaviləsinin keçən avqustun 10-da məncə o sülh müqaviləsinin təməlini qoyulması bizim ordumuzun qələbəsidir, bizim dövlət başçımızın partiya siyasəti və bizim şəhidlərimizin əməlidir. Həqiqətən də bugünkü gün Azərbaycan etibarlı bir əldədir. Onu idarə edən şəxsiyyət Heydər Əliyevin davamçısı İlham Əliyevdir. Allah xalqımızı var eləsin, dövlətimizi var eləsin, şəhidlərimizlə rüşad olsun. Həmişə neçə ki yaşayır. Yəqin ki, Heydər Əliyev bizim qəlbimizdə həmişə daim olacaqdır. Çox sağ olun. Sağ olun. İndi sözü hörmətli akademiyimiz, həkimimiz Vaqif müəllimə verir. Vaqif müəllimə. Ben dəvət üçün çox təşəkkür edirəm. 69-cu ildə Heydər Əliyev gələndən bir ay sonra mən Ali məktəbə daxil olmuşam. Dünən Azərbaycan təyyarəsi ilk dəfə olaraq Yerevana indi. Bax, bu əsr qələbənin bir ifadəsidir. Şahid Mustafayev başda olmaqla bizim nümayəndə heyətimiz Yerevana qorxusuz, heç bir təhlükə olmadan verir. Onlar bir neçə gün qabaq bizim bir neçə kəndimizin qaytarılması haqqında sənədlər artıq razılaşdırılır. Böyle deyil. Və ətrafımızda hər tərəf müharibə. Ama bedene Heydər Əliyevin Bakı Tbilisi Ceyhan yolu xətti siyasəti Azərbaycan o təhlükələrin hamısını xilas edir. Əsr müqaviləsi bağlayanda çox hədələr olur. Əgər o müqavilə olmasaydı, bir Azərbaycan heç nə yox idi. Bir ildə Qarabağa 7 milyar manat vəsait olmuş. Laçın, Kəlbəcər, Şərqi Zəngilan 150 kilometr yerdə 3 beynəlxalq hava limanıdır. Təsəvvür edir ki, ben bir misal verdim. Azərbaycan bir neft fondunda 90 milyar dollar puludur. Ama bir neçə gün bundan qabaq özünün 21 milyar dollar pul olan Vahid Ələkbərov gəldi Füzulidə bağça kompleksini açdı. Bunun hamısı o böyük siyasetin təsiridir. Xankəndidə 1000 nəfərlik toxuculuk fabrikini Özbəkistan tikdi. Qazaxıstan da, Türkmenistan da çox aktiv iştirak edir. Bunların hamısının səbəbkarı Heydər Əliyevin vaxtıyla qoyduğu o böyük siyaset. O iki elə bir nizamlı siyaset edir ki, 50 il, 100 il qabaq. Və dünəlləri yenə bir məlumat yayıldı. Bugün Avropanı bizim üstümüze kaldıran ve Avropa İttifakını tahrik eden adamlar Ermenilerin maliyeleştirdiği büyük kurumların adamlar. Adi insanlar değil.
Təəssüf ki, bizimkilərin içindən də ermənidən betər erməni olanlar da onlara qoşularaq və sizə bir misal verəcəm. Yəni ki, bilirsiniz, bizim dünyada çox məşhur insanlarımız olub, bugün də var. Onlardan biri də Fərman Salmanov idi. Yəni ki, bilirsiniz, amma o dərəcədə yox. Bu Rusiyada 150 yataq kəşf edildi. Rusiyanın neftinin 40%'ni verən bütün yataqları o kəşf edildi. Özü çox məşhur alim idi. SSR-nin geologiya naziri müavini oldu. Rus Yerlər Akademiyasının müxbir üzvüydü. Amma onun nəvəsi dövlətə xəyanət edir. Bizim çox uğurlu prezidentimizin ailəsinə sataşdı. Yəni bir dövlət təhlükəsizlik xidmətinin düzləmisində hesabat verir. Görün bizi bax necə təhrik edirlər, bizi nələrə göndərirlər. Və bir neçə gündə 6 nəfər bir neçə ölkədən həbs olunub gətirilir. O birlər də gələcək. Amma biz ağsaqqallar olaraq evimizdə, ailəmizdə bu nizam-intizamı gözləməliyik. Böyük siyasət təkcə prezidentdən asılı olur. Prezident o siyasəti verir, təklif edir, şərait yaradır. Amma biz yerimizdə öz işimizi görməliyik. Heç olmasa hər öz ailəsində təsəvvür edin ki, o boyda bir insan, Azərbaycan'a şərəf gətirmiş bir insan, onun nəvəsi nə etdi? Heydər Əliyevin əlindən çörək alan, yüksək vəzifələrdə olan. Bax, görün Ramiz Beytiyev kimi bir adam nələr elədi. Dedi, görün, adi insanları necə Asad əl almalı. Bu böyük siyasət tək başına idarə olunması çətindir. Bax, bizim oğullarımızda niyə belə böyüklük var? Çünki xalqla dövlət verdi. Çünki xalq prezidentinin yanındadır. Çünki prezident də xalqı ucaldır. Bu qarşılıqlı ünsiyyət olmasa, bugünkü qalibiyyət, bugünkü uğur, bugünkü səadət, bugünkü xoşbəxtlik. Bir neçə gün bundan qabaq mən Naftalanda oldum. Orada bir Rusiyadan akademik vardı. O deyir, ben heyran kaldım bu ülkeye. Burada ne kadar insanperverlik, burada ne kadar xeyirxah var. Bakıda ne kadar amatör işleri. Yani dünya behter kalır ki, balaca bir ülke. Dün dediniz, bir Avrupa, təkcə Avrupa'ya. Dünya İlham Əliyevlə razılaşır. Ben size açık değilim. Bakın, Türkiye ile İsrail'in problemləri çox ciddidir. İranla müharibə şəraitində. Ama bizim dövlətimiz doğru prezidenti. Bu, böyük dövlətlər arasında bir vasitəçi rol görür, o gərginliyi azaltmalıdır. Bir neçə gün buna Ukrayna'nın prezidenti Azərbaycanda. Bu əslində elə belə gəliş deyil. O müharibənin dayanması prosesində Azərbaycanın oynayacağı rolu ifadə etmək üçün bir addımdır. Bir insanda deyil, vaxtını qalmayacaq. İlham Əliyev bir addımda devamlı geçənlərdə bir ailələ görüşdü və orada bir uşağı öz başında oturdu. Və o uşaq dedi ki, ben başım istiyorum. Ve bir neçə gündən sonra həqiqi kabazı İlham Əliyev o ailə hədiyyə elədi. Və mən bu münasibətlə Cənab Prezidentə açıq məktub yazmışdım. 2010-cu ildə mən Atatürk'ten yazanda belə bir məqam qeyd etmişdim. Atatürk bir görüşe gedir Prezidentlə, yolda kütlə bunun qarşısını kesir. O başını saxlayıb düşür, diyor ki, bir xanımın yukarıda uşaq var. Ağlayır. Deyir, o uşaq niye ağlıyor? Deyir, ata başında gezmək istəyir. Atatürk deyir ki, xəbər verin, yarım saat görüşe geçeceğiz. Uşağı götürür, gezdirir, getirir verir anasına. Deyir, ata sağ ol. Kızım ne için böyle sağ ol dedim. Oğlumu gezdir diyor.
Dedim, ben sen oğlunu gezdirmedim. Ben Türkiye'nin sabahını gezdim. İlham Əliyev də Azərbaycan xalqının bax, o sabahı olan o uşağı başında oturdurmağı ilə, onu sevindirməklə bir də bir ibrət dərsi verir hamıya. İstər icra başçısı ol, istər nazir ol, istər prokuror ol, istər ki, hansı kim olsa ol. Əhali ilə təmasda sadə olasın, insansevər olasın. Xüsusən də uşaqlara qarşı diqqətli olasın. Və görürsünüz, bizim şəhidlərimiz dünənki uşaqlar edirlər. Bəzən biz deyirik ki, gençliyimiz o gençlik deyil, tamamilə düz deyil. Bütün tarix boyu xəyanətçilər də olub, satarlar da olub, ağılsızlar da olub. Amma indiki gençlik daha cəsarətlidir, daha döyüşkəndir. Cənab Prezidentin yanındadır, xalqın, dövlətin yanındadır. Elə olmasaydı, biz bu torpaqları almazdıq, biz süvereni olmazdıq. Yəni, büyük Azərbaycan dövləti varsa, o Heydər Əliyevin böyük siyasətinin sayəsində var. Güclü dövlətimiz varsa, onun özünün və davamçısı oğlunun sayəsində var. Bu çox ciddi məsələlər. Və bizim prezidentimiz hər şərait yaradır ki, bizim gençliyimiz inkişaf eləsin. Hər il 500 nəfərdən çox bütün dünyanın ali məktəblərdə oxumağa göndərir. Və əksəriyyəti təmənnasız, pulsuz, dövlət tərəfindən. Və mən arzu edirəm ki, bizim ağsaqqal, orta yaşı, və mən sizə bir şey deyim, mən 16 ildir ki, 15 il baş direktor işləyirəm. Ben ona işe gelen günü bütün cemaatın içine dedim ki, ben hiç kimi yaşa, biyoloji yaşa göre Təbrayına göndermişim. Ben de bu saat 93 yaşında adam işleyir, ben onu 50 yaşlı adamla değişmem. Eğer onun fiziki gücü varsa, düşünen beyni varsa, işleme istiyorsa, işlemelidir. Yoksa kütlevi, yaşın çattı, git, olmaz. Cavanın fiziki gücü var, itağlı var, dözümlülüğü var. Ama yaşlı insanda tecrübesi var. Tecrübesiz insan bazen yarattığın bir dəqiqə içində yok edir. Ve ona göre ben size aksaqqalara da teşekkür ederim. Bu rayonu bize deyirlər Qaraşəhər. Daha görürsünüz, Ağşəhər. Bak bu aksaqqallar evi de hardadır, parkın içinde. Bu da bir nümunədir. Bu da bir nümunədir. Və ben size teşekkür ederim ki, varsınız. Ne yaxşı ki, aksaqqallarımız var. Bütün dünyada o xalqlar inkişaf edir ki, onun aksaqqalı var, qarasaqqalı var, Avruçayı var. Bakı Dövlət Üniversitetinin yubileyində bizim Cənab Prezident bir ifadə işlədi. Dedi, beni hara göndərirsiniz? Aile değerleri iten yere, bir Avrupa'da ana sözünü işletme olmaz. Yazılır ki, valideyn bir, valideyn iki. Belə bir sisteme gedib qoşulmaq, güya qloballaşmaq xatirinə ailə dəyərləri itirmək olmaz. Bizi saxlayan, bizi yaşadan, xalqımızı var edən ailə dəyərləridir. Onun dilidir, onun mədəniyyətidir. Hətta bu yaxınlarda bir adam, siz kulturolog ki, bunu yaxşı bilərsiniz. Adım çəkməyəcəm, amma hər halda görür o adamın nə tərbiyəsi var, nə mədəniyyəti yerindədir, nə də zamanında kimin övladı olduğunu dərk edəmir. Fikir verir onun ifadəsini. Mən təhlil verirəm ki, 100 il müddətində Azərbaycanda musiqi haqqında danışılmasın. Muğam təbliğ olunmasın. Cəmaat bilək varsa gedir, biz muğam oxuturuq. Bax, fikir verir. Belə bir insan 21-ci əsrdə yaşayırsa, bu xalqın bir növbəyə düşməlidir. Çünki bizim mədəniyyətimiz olmasa,
bir xalq kimi biz mövcud deyilik. Laf kosmosa çık. Ulduzlara get gel. Axırı ne olacak? Allah büyük Azərbaycan xalqının artıq sübut olmuş ki, bak, Qobustan qayalarda 10 min illik insan tarixinin qeydiyyatı var. Dünya qəbul edir. En azından bizim 5 bin illik yazı mədəniyyətimiz var. Avropa heç bilmirdi ki, təmizlik nədir, adım qoşulan ekologiya. Benim yanımda Ceyhun Əliyev Azərbaycan gemicilərine xüsusi evlər tikdirir. Darımlarda. Hatta Bolgaristan'dan oğlum beberlerini getirir. Ve bütün o cemaat ağaçların dibinde dalgalanırdı, onlara xüsusi dava istəyirdiler. Oraları tikdi. Körpələr evi yarattı. Bağçalar yarattı. Ora xüsusi təmizlənmiş su daşıyan maşınlar koydu. Bunun hamısı büyükü günümüz için. Ona göre de ben deyirəm ki, Heydər Əliyev elə insanlar var ki, onları öldür. Cismani ölüm hamımız için var. Şenerli Baba 168 yıl yaşar. Tam 200 yıl yaşar. Ama izdamı görsün. 900 yıla yakında vurdu. Nəsibi 500'den çoktu ki vurdu. Füzuli yerə elə. Yani Sahibi Ahram qutara değil. Yani Heydər Əliyev də bizim tariximizdə əbədi qalacaq bir insandır. Unudulmaz bir insandır. Onun ruhu qarşısında baş əymək yetərli deyil. Hər birimiz onun qoyduqlarının və bir də söylediğimizdə var, dayanıqlı inkişaf bu səhvdir. Dayanıqlı inkişaf o demək. Dayanıqlı deyirsənsə deməli orada nələsi yox. Ama davamlı inkişaf. Ve Heydər Əliyev siyasetinin davamlı inkişafı var. O inkişafa bizim her birimiz. Bir de görürsünüz, yüksek medeniyetli insan bu kitap yazıyor. Böyle değil ki. İnsan bak öz medeniyetini. Ve Heydər Əliyev bu yakınlarda Zərifə xanımın ad günü. Onun hakkında filmi verdiler. Gördünüz mü dedi? Çağırdılar devlet təhlükəsizlik xidmətinə. İster o kızla aile kurma. Onun atasını Bağırov işten çıkardı. Çıkarsıdır. Ben alacağım. Bak görün. Aile sevgisi nedir? İnsan sevgisi nedir? İnsan geleceğini tehlike altına koyarak öz aile değerini yitirmiş. Ona göre büyük bu aile nedir? Ben arzu ederim ki siz aksakallar uzun müddet burada olasınız. Biz de bir yerde olasınız. Ben de 74 yaşım var. 53 gündür bu rayondayım. Burada baş veren çok hadiseler şahit olmuşum. Ama fəxr edirəm ki alimə, fəxr edirəm ki müəllimə, fəxr edirəm ki Azərbaycanlıyam, fəxr edirəm ki bu rayonda nəsə eləmişəm, fəxr edirəm ki xalqım üçün nəsə eləməyə çalışmışam. İstedadlı uşaqlara yol açmışam, 22 il Olimpiyadanın sədri olmuşam və 39 ölkədə olmuşam. Hər yerdə Heydər Əliyevə hörmət görmüşəm. Çok böyük hörmət görmüşəm. Bak bu günde harda Azərbaycanlı görükürsə deyir ki, mən Azərbaycanlıyam. İlham Əliyev xüsusi qeyd olmuş. Sizin prezident. Serbiyanın prezidenti bu yaxınlarda gələcək. Ayın 5'inde İtalya'nın baş naziri gələcək. Bu elə-belə gəliş deyil. Biz bir Avropanın 10 ölkəsinə neft veririk. 16 ölkəsinə qaz veririk. Bugün biz Avrupa'ya yaşıl enerji satmağa hazırlaşırıq. Hamısının səbəbkarı Cənab Prezident. Onun tuttuğu mövqeydi. Onun insanları inandırmaq məharətidir. Dünyada bir prezident görmüşsünüz ki, əlində konspekt olmadan danışsın. Yeganə İlham Əliyevdir. Heç vaxt əlində konspekt almaz. 5 dildə sərbəst danışır.
və biz də çalışaq ki, onu qoruyaq. Ona dəstək olaq. Öz yerlərimizdə işimizi düz vuraq. Məndən küsə bilərsiniz. Kimlərsə küsə bilərsiniz. Başçıdan da küsə bilərsiniz. Amma dövlətdən küsməyə heç birimizin haqqı yox. Xalq və dövlətdən küsməyə olur. Allah sizi qorusun. Təşəkkür ederim. Çok sağ olun Vahid müəllim. Değerli çıxışınıza göre minnətdardır. Fuad müəllim, size söz veririk. Baş üstə. Hamınızı salamlayıram. Beni bura davet ettiğinize göre teşekkür ederim. Vahid müəllim çok güzel sanmıştı. Her taraflı ışıklandırdı. Ulu Önder'in tarihi rolunu, Cənab Prezidentin çok yüksek dünyada olan nüfuzunu ve halkımız, cemiyetimiz, devletimiz için gördüğü çok vacip işler hakkında. Ben isterdim kulturolog olarak bir balaca bunu kulturoloji səpkidə alıcı izah verim, tekrar olmadan xüsusi bilavasitə mədəniyyət problemlarıyla bağlı olarak ışıqlandırın. Çünkü bilirsiniz ki bu saat əsas sənədlərdən biri Azərbaycan mədəniyyəti 2040 konsepsiyasıdır, dövlət konsepsiyasıdır ki, Cənab Prezidentin orada yeni ideyaları əsasında yazılıb. Mən də o işçi qrupunun üzvlərindən biriyim. Neçə vaxt onun üzərində işləmişik. Mədəniyyət Naziri çərçivəsində Heydər Əliyev Fondunun rəhbərliyi altında da ilaxır. Yadımıza gəlir, Ulu Öndər hələ 3-cü minilliyin ərəfəsində 2001-ci ildə Azərbaycan xalqına çox gözəl müraciət edərək demişdir ki, ruhi mədəniyyət, elm və təhsil bu ən böyük sərvətdir. Xalqın, millətin və bütövlükdə bütün xalqların, bəşəriyyətin belə ən böyük sərvətidir. Və bu dayanıqlı inkişafın əsasıdır, əsas şərtidir. Eyni zamanda demişdi ki, bunu nəzərə alaraq hər bir Azərbaycan vətəndaşı çox dərin məsuliyyətlə yanaşmalıdır. Həm tarixinə, həm bugünkü gününə, həm sabahki gününə. Bu baxımdan deyim sizə ki, bax, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi bərpa olunandan sonra Cənab Prezidentin həmin tövsiyələri həyata keçirilməsi üçün və öz yeni ideyalar əsasında demək olar ki, yeni dövrə başlamışıq biz. Bu da yüksək ruhi mədəniyyət dövrüdür. Ben size istəyirəm bir balaca buradan açıqlamalar verim. Nədir əsas məsələ? Əsas məsələ odur ki, müasir, çox gərgin böhran, sivilizasiya böhranı şəraitində biz bir xalq olaraq öz qüdrətimizi qoruyub saxlayaq və həyat immunitetimizi artıraraq bütün ən çətin, mürəkkəb çağırışlara layiqincə və vaxtı-vaxtında düzgün cavab verməklə xalqımızı, cəmiyyətimizi, dövlətimizi qoruyub saxlayaq və işıqlı gələcəyə doğru yönəldə bilək. Bunun üçün nə lazım? Bunun üçün bugün ən vacib problem insan kapitalının inkişafıdır. İnsan kapitalının inkişafı da nüvəsi, bilavasitə yüksək mədəniyyətli Azərbaycan vətəndaşı ilə bağlıdır. Mən bu kitabı elə o konsepsiya ilə bağlı olaraq mənim 300-dən artıq əsərim var, onların 20'si monografiyadır. Mən həmişə çox məsuliyyətlə yanaşmışam öz işimə, amma burada mən çalışmışam, bu ən yeni kitabdır. Burada çalışmışam ki, bütün o kitablarda, bütün mənim 57 il elmi pedaqoji stajım var. Bütün ömrüm boyu apardığım tədqiqatların ən gözəl
mirvarilərin, müdriklük mirvarilərinin bu kitabda əks etdirim ki, hər bir Azərbaycanlı bundan qidalanaraq, ona da deyim ki, bu kitabın audio variantı da var. Həm şeydə qoyulub, YouTube-da, həm də Google-da. Lazım olsa mən paylaşa bilərəm. Yaşlı adamlar üçün, gözü pis görən insanlar üçün, çox uşaqlı analar üçün, sürücülər üçün, o gənclər üçün ki, kitab oxumur. Buna qulaq asaraq, bir işlə məşğul olaraq insan daxili aləmin həm zənginləşdirir, həm əqli, həm mənəvi mədəniyyətin daha da yüksək səviyyə qaldıra bilərək həqiqətən bax o insan kapitalının aparıcı qüvvəsi kimi həm rəqabət qabiliyyəti, həm dayanaqlı, həm də ki, təhlükəsiz inkişafı təmin edə bilir. Onu sizə deyim ki, həqiqətən yüksək mədəniyyəti olan insan, yəni biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti yüksək səviyyədə olan insan tükənməz milli strateji resursdur. Tükənməz. Sivilizasiyalar dağılır. Amma insan mədənidirsə, o mədəniyyət elə bir varlıqdır ki, onu heç bir pula alıb satmaq mümkün deyil. İnsan hər şeyi itirə bilər. Var dövləti də itirə bilər. Vəzifəni də, hakimiyyəti də, sivilizasiyanı da, hər şey. Amma mədəniyyət əgər varsa, o mədəniyyət daima insanla qalır və o əvəz olunmaz dəyər və varlıqdır. Mədəni insanın davranışı ilə insanın mədəni davranışı eyni şey deyil. Təəssüf ki, görürsünüz ki, biz ara bir riyakar insanlara rast gəlirik ki, mədəniyyəti olmadığı bir zamanda özünü çalışır, bir maska altında mədəniyyətli göstərsin. Nə vətənpərvərliyi var, nə bir yaradıcılıqla məşğuldur, heç nə. Amma elə bilir ki, elə bir-iki dənə şirin söz deməklə dostum, qardaşım, məsələ həll olunur. Olunmur. Mədəniyyət varsa, onun iki mənbəyi var. Birincisi, atadan, anadan gələn irslə genetik mədəni koddur. Öbürsü da təlim, tərbiyə, yəni təhsil vasitəsilə olan. Yadınıza salın Mauqli. Yadınıza gəlir, keçən əsrdə Almanlar o eksperimenti eləmişdi. Bir Alman uşağını vermişdilər canavar ailəsinə. O canavar ailəsini də müşahidə altında saxlayırdılar ki, yeməyi, içməyi, hər şey olsun ki, bu uşağı böyütsünlər. Uşaq o südü əmərkən, oradan da böyüyüb bir iri insan olub, zahirən insan, daxilən heyvan. Niyə? Çünki ana laylayı eşitməyib, təlim almayıb, tərbiyə almayıb, istəsə də belə onda olan o hüceyrələr inkişaf eləyə bilməyib. Günlərin bir günündə bir rəvayət deyim sizə. Vaxtınızı almıram. Bir qadın gedirmiş, görür, əstağfurullah, bir mağaza yazılıb ki, Allahın mağazası. Çox təəccüblənib ki, əstağfurullah, bu nə demək? Girib içəri görüb ki, çox alicənab, işıqlı bir şəxsiyyət, üzündən nur gələn. Deyir, ilahi, bu sənsən. Üzr istəyirəm, belə durmuşam. İlahi gülümsəyərək deyir, bəli, bu mənəm. Deyir, axı, sənin mağazında nə almaq olar? İlahi yenə gülümsəyərək təmkinli deyir, ürəyin nə istəyir hər şey? Bu qadın çox sevincək olaraq deyir, mənə qızıl, mənə brilyant, məndən nələr var dövlət sayır. İlahi çox təmkindən qulaq asır, dönür, keçir arxa otağa. Bir dəqiqədən sonra gəlir bu xanımın qabağına balıcı bir karton kutu qoyur. O xanım çox pərişan olur. Deyir, elə bu, mən sənə bir belə şeylər saydım. İlahi təmkinlə yenə gülümsəyərək deyir, bəli, məyər sən bilmirdin ki, ya, mənim mağazımda ancaq toxumlar satılır. Görürsünüz dərinliyi. Yəni atadan ola bilər, anadan gözəl irs insan alsın.
Amma biz onu təlim, tərbiyə vasitəsilə yüksək mədəniyyətli insan kimi formalaşdırmasaq, o ola bilər ki, hədərə getsin. Ona görə bütün bizim ziyalarımızın müsaad borcudur. Bilirsiniz ki, Ulu Öndər çox gözəl deyib ki, xalq öz ziyalılarıyla, elmiyle, mədəniyyəti tanınır. Gəlin qüvvələrimizi birləşdirək. Bütün ağsaqqallar, bütün alimlər, müəllimlər, incəsənət xadimləri, idmançılar, bütün ziyalılar. Gəlin çalışaq, bizim gələcək nəslimiz doğrudan da yüksək mədəniyyətli Azərbaycan vətəndaşı olaraq Azərbaycanın bugünkü günü və sabahki günündə öz töhfəsini gündən günə artıraraq Ulu Öndərin o gözəl tövsiyələrini həyata keçirsin və Cənab Prezidentin çox ağıllı bu düzgün ideyalarını strateji planlaşdırmaya uyğun olaraq bugünümüzü dünənkindən, sabahkimizi bugünkündən yaxşı edir. Çox sağ olun. Çox sağ olun Fuad müəllim. Söz indi Xətai rayon Yeni Azərbaycan Partiyası Təşkilat rəhbəri Kamil müəllimə. Çox sağ olun, müəllim. Hörmətli ağsaqqallar, sizlərin hər birinizi Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının kollektivi adından və öz adından salamlayıram və sizləri görməkdən böyük məmnunluq hiss edirəm. Əlbəttə ki, bu günləri sizlərin yanında, ağsaqqalların yanında danışmaq mənim üçün həm şərəflidir, həm də böyük bir məsuliyyətdir. Ən əsası isə Ulu Öndərimiz Heydər Əliyev haqqında. Ulu Öndərimiz Heydər Əliyev, hamımız bilirik ki, ta gənc yaşlarından dövlətə, dövlətçiliyə və xalqımıza xidmət edir. Ulu Öndərimiz Heydər Əliyev 41-ci ildən Naxçıvan Muxtar Respublikasında, bilirsiniz, o dövrdə Daxili İşlər Komissarlığında deməli, oranın arxiv şöbəsinin məxfi hissəsinin rəisi olub və ondan sonra 44-cü ildə isə dövlət təhlükəsizlik orqanlarında xidmətə başlamışdır. Məhz o dövrdə bilirsiniz ki, o dövrki Sovet İmperiyasının vaxtında o vaxt NKVD deyilən orqan, məsələ dövlət təhlükəsizlik xidmətinin özü Azərbaycan ziyalılarına qarşı bir çox repressiv qərarlar tətbiq edirdilər və məhz Ulu Öndərimiz Heydər Əliyevin 44-cü ildə dövlət təhlükəsizlik orqanlarında işə düzəldiyindən sonra və hətta 67-69-cu illərdə də general rütbəsi ilə həmin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik elədiyi dövrlərdə bu repressiyaların qarşısı alınmış və ən əsası isə milli kadrların yetişdirilməsi və dövlət təhlükəsizlik orqanlarına milli kadrlarla təmin olunmasında Ulu Öndərimizin misilsiz xidmətləri olmuşdur. Mən qısaca bir xronoloji vaxtınızı çox almaq istəmirəm. Tədbirlər də bilirsiniz ki, bu aralarda çoxdur. Ulu Öndərimizin birinci hakimiyyətə gəlməmişdən qabaqçı Azərbaycan Respublikasının vəziyyəti, sonra Ulu Öndərimizin hakimiyyətə gəldiyi dövrü və ikinci dəfə Ulu Öndərimizin hakimiyyətə dövrü gəldiyi o aralıqdan qısa bir xronoloji faktları demək istəyirəm. 69-cu ildə Ulu Öndərimiz Komünist Partiyasının birinci katibi seçildiyi dövrdə bilirik ki, o dövrdə Sovet Komünist Partiyasının tərkibində 15 respublika vardı və bunlardan da biri Azərbaycan Respublikası idi. Və Azərbaycan o dövrdə həmin 15 respublikanın arasında iqtisadiyyatı ən zəif bir olan bir respublika. Məhz Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə Azərbaycanın iqtisadiyyatının güclənilməsi, istehsal müəssisələrinin açılması, yüksək mərtəbəli binaların tikilməsi, yolların çəkilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin dövrünə təsadüf edir. 82-ci ildə bilirsiniz ki, Ulu Öndərimiz deməli, SSR Komünist Partiyasının Nazirlər Sovetinin sədrinin birinci müavini getdiyi dövrdə də, o dövrdə də Ulu Öndərimizə verilən o səlahiyyətlərdən yenə də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının inkişafına sərf etdi özünü. Baxaq, 87-ci ildə deməli, Ulu Öndərimiz Heydər Əliyev o dövrki hakimiyyətdə olan Mikhail Sergeyeviç Gorbaçovun ikiyüzlü siyasətinə öz etirazını bildirərək öz ərizəsi ilə tutduğu vəzifədən istefa vermişdir.
məhz 87-ci illə bağlı 93-cü ilin arasına Ulu Öndərimiz hakimiyyətdən getdiyi bir dövrdə Azərbaycanın başına yenə hansı müsibətlər gəldi, sizlər hamınız bunun şahidi olmuşsunuz. Bu dövrdə erməni separatçıları Rusiyanın dəstəyi ilə deməli Azərbaycana torpaq iddiası ilə və 90-cı ildə də bilirsiniz qanuni bir faciənin törədilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətdə dövründə olmadığı bir dövrdə Azərbaycanın başına bu bəlalar gəldi. O dövrdə bilirsiniz 90-cı ildə hər bir insan, heç bir insanın elə bir cürəti yox idi ki, deməli qanlı 20 yanvar faciəsi ilə əlaqədar Ulu Öndərimiz Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyində gedərək o vaxt Rusiya imperiyasının rəhbərliyinə öz etirazını bildirmiş və bu faciənin törədilməsində iştirakçı olan insanların cəzalandırılmasını tələb etmişdir. Özü böyük bir cəsarət tələb edir. Heydər Əliyev dövlətinə, xalqına olan sevgi hissi idi ki, öz canını belə deyək də təhlükə altına qoyaraq, yəni bu belə deyək, öz milləti ilə əlaqədar törədilən o cinayətin cəzalandırılmasına bağlı o dövrdə Rusiya imperiyasının hakimiyyətini tənqid etmişdir. Çox böyümərli idi. Böyük bir cəsarət tələb edir. Bu idi Heydər Əliyevin böyüklüyü. Məhz 93-cü ilə qədər də biz bilirik ki, Azərbaycanımızın 20% torpaqlarımız işğal altına düşdü. O da Ulu Öndərimizin belə deyək, hakimiyyət dövründə olmadığı bir dövrə düşdü. Azərbaycanda hərc-mərzlik, AXC-V Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə bildik ki, Azərbaycan hansı bir bəlaları yaşadı. İqtisadi vəziyyətimiz sıfıra, insanların sosial vəziyyətinin sıfıra düşməsi, məhz o dövrdə müstəqilliyimiz mən bir daha da xatır, siz bunların hamısını məndən yaxşı bilirsiniz, çünki belə deyək, o dövrü yaşamış insanlar, bizim ziyalılarımız və ağsaqqallarımız, yenə deyəcəm, sizin qarşınızda bunu mənim üçün biraz, bəlkə də artıq çıxır, amma mən bunu deməliyəm. Müstəqilliyimiz də məhz 90-cı illərdə bilirsiniz ki, Ulu Öndərimiz Heydər Əliyev Naxçıvanda olduğu bir dövrdə, hələ Sovet imperiyasının vaxtında Ulu Öndərimiz o dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası gedirdi. Məhz Ulu Öndərimizin dövründə o Sovet Sosialist Respublikası sözü deməli Naxçıvan üzərindən götürüldü. Naxçıvan Muxtar Respublikası kimi elan olundu. Bax, bu idi Heydər Əliyevin böyüklüyü. Və Naxçıvan Ali Soveti sözü götürərək, Sovet sözü götürərək Ali Məclis adı, məhz yenə deyirəm, Ulu Öndərimiz Heydər Əliyevin dövründə oldu. Və ilk dəfə olaraq Azərbaycanın milli bayrağı Ali Məclisin qarşısında, Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə oldu. Ondan sonra Bakıda, Ali Sovetdə Ulu Öndərimiz Heydər Əliyev müstəqilliyin bərpası məsələsini sessiyada qaldırdı və Sovet imperiyasının tərkibindən çıxmaq məsələsinin məhz təklifi Ulu Öndərimiz Heydər Əliyev verdi. Və mən bir məsələni çox danışmaq istəmirəm, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Heydər Əliyevin böyük bir şəxsiyyət olmalı. Bəlkə də mən deyərdim ki, ola bilər mən nəsə, bəlkə də düz demərəm, ola bilər hansısa ölkədə bu hadisə baş verib. Bəlkə də yeganə şəxsiyyətdir ki, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə xalqın tələbi ilə gəlir. Bir çox dövlətlərdə görürük ki, hakimiyyətə gəlmək üçün ya siyasi partiyalar arasında mübarizə gedir, ya qarşıdurma olur, ya qan tökülür. Amma Ulu Öndərimizin hakimiyyətə gəldiyi dövrə baxaq 93-cü ildə. Xalqın tələbi ilə. Heç bir mübarizəsiz. Və hətta dəfələrlə Ulu Öndərimiz Heydər Əliyev özü ekrandan deyir ki, mən gəlmək istəmirəm. Amma xalq onu tələb elədi. 92-ci ildə noyabrın 20-də də Yeni Azərbaycan Partiyasının yaranması da məhz xalqın tələbi ilə oldu. O dövrdə AXC Müsavat Partiyası hakimiyyətdə olduğu dövrdə belə 550 nəfərdən yuxarı ziyalı Naxçıvana səfər etdi və partiyanın təsis konferansını keçirdi. Baxın, Heydər Əliyevə olan böyük məhəbbəti xalqa. Və məhz Ulu Öndərimiz Heydər Əliyev gələndən sonra hakimiyyətə birinci məqsəd Azərbaycanın iqtisadiyyatını yüksəltmək, insanların sosial vəziyyətini yüksəltmək və ərazi bütövlüyümüzü ən əsası bərpa eləmək. Və bunun üçün nə lazım idi? Güclü ordu. Güclü ordunun yaranması üçün nə lazımdır? Güclü iqtisadiyyat. Bəs 94-cü ildə də güclü iqtisadiyyatın yaranması üçün Ulu Öndərimizin bir əsrin müqaviləsi neft kontraktları bağlandı və o bu gündə iqtisadiyyatımızın güclü olmasına həmin o neft kontraktlarının əsrin müqaviləsi deyilən müqavilə bu günləri iqtisadiyyatımızın da güclənməsinin səbəbi bu növrəsi 94-cü ildən bu. Və
İndi mən yenə də deyirəm sizlərin qarşısında danışmaq böyük məsuliyyət tələb edir. Fuad müəllim gözəl qeyd elədi. İnsanın kökü, toxumu olmalıdır ki, yəni onu belə deyək də, o irsən gəlir. Bu günlərdə əldə olunan qələbə, əldə olunan zəfər məhz ulu öndərimizdən Azərbaycan xalqına miras qalmış möhtərəm prezidentimiz Cənab İlham Əliyevdir. Ulu öndərimiz özündən sonra da Azərbaycana böyük bir miras qoydu. Bugün əldə olunan zəfər dünyada biz güclü dövlət kimi qəbul olunuruq. Qalib bir dövlət kimi qəbul olunuruq və bugün Azərbaycan vətəndaşları bütün dövlətlərə gedəndə başuca gedir şərəflə ki, biz qalib dövlətin nümayəndələriyik. Bundan şərəfli mən hesab edirəm ki, insan üçün heç bir şey ola bilməz. Biz qalib bir dövlətin, qalib bir vətəndaşıyıq. Bizim ulu öndərimiz kimi şəxsiyyətimiz və cənab prezidentimiz kimi bir böyük bir şəxsiyyətimiz, qalib bir liderimiz var. Və mən bir daha da Allah Taala'dan ulu öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qarşısında baş əyirəm və hesab edirəm ki, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan dövləti var, ulu öndərimiz Heydər Əliyev hər zaman yaşayacaq və hər zaman bizim qəlbimizdə olacaq. Çox sağ olun. Çox sağ olun müəllim. İndi isə sözü Pənah müəllimə. Çox sağ olun müəllim. Mən də hər birinizi salamlayıram. Və burada elə bir adam tapılmaz ki, Ulu Öndər haqqında danışması, daha doğrusu danışması, çünki hər bir kəsində xatirələri vardı. Mən elə o 20 yanvar hadisələrindəki o məşhur Moskvadakı nümayəndəlikdə olan mətbuat konferansından demək istəyirəm. O konferansda şəxsən mən iştirak eləmişəm. Onda 5-ci kurs tələbəsi idi Moskva Dövlət Universitetinin. Deməli, hadisələr baş veriləndən gündən sonra orada bir insanlar tərəfindən, belə deyək də, o siyahlar tərəfindən, mən tələbə idim. Amma orada tanınmış siyahlar tərəfindən yığıldılar bir qərargah forması da yaradılmışdı. Sonra sabah 8 yanvarın 21 və o insanlar belə deyək də, toplaşmaq üçün, idarə eləmək üçün yığışmışlar. Bizə dedilər ki, Heydər Əliyev, yəni orada o, bilməm, nümayəndəlikdə olanlar varsa da o ikinci mərtəbədə Aksalı, Xalqorda İkincisinin Aksalı yerləşidir. Bizə ki, Heydər Əliyev və hamı aslında o rəyasət heyəti ki, kim var idi, hətta onların içərisində bəzilərində Lalə Kökət oradaydı. Və bəziləri dedi ki, nə üçün gəlibdir? Bunların üzrində bu sözləri dedi, amma adam pilləkənlərdən qalxıb o zalda görüşəndə həmin o deyən adamların özləri dik durdular ayağa. Yəni özlərindən asılı olmadan belə. Və o mətbuat konfransı da məşhurdur. Yəni mətbuatla məşğul olan insanlar çox gözəl bilirlər. Bu vaxtı Sovet dövründə nə vardı? 2-dən 3-dən televizyon var idi. Yəni bir radio var idi, o da ki. Və mən birinci dəfə orada nə qədər deməli xarici dövlətlərin o Associated Press-dən tutmuş bütün olan hamısında nümayəndələrini görür. Yəni birinci dəfə idi çoxlu kameranı bir yerdə görür. Əslində qalanda birisi nətərdir? Onlar Azərbaycan xalqının o yaşadığı faciəni canlandırmaq üçün yox, onu yaymaq üçün yox. Onlar Heydər Əliyevin ora gəlişini üçün gəlmişdi ki, onlar məhz gözləyirdilər ki, o söz nədirsə də o sözü Heydər Əliyev məhz deyəcəkdir. Çünki o cəsarəti onlar hamı dünya bilirdi də, adamın cəsarətini tanıyırdı və həqiqətən də orada birbaşa ki, deyəndə ki, Qarbaçovun əli Azərbaycan xalqının qanına batırdı və bunun günahkarı, səbəbkarı odur və yəni bunu demək üçün bayaqları qeyd olundu, həqiqətən də cəsarət tələb olunurdu və bunu elədi. Və o, ondan sonraki dövrdə artıq onun deməli, tirajlandığı göstərildi. Bu Moskva ilə olan bir xatirədir. Bir də ki, bu günləri oturduğumuz bu məkan, bu ərazi bir mənalı şəkildə həm biz gözəl bilirik ki, Ulu Öndər həm Azərbaycan memarıdır, həm də bu Əhmədlinin, Xətainin memarıdır. Vaxt var idi ki, bunlar bu kvadratlar deyilən zaman, hamısı onun dövründə tikilibdir. Və 2000-ci ildə bizdə o Heydər Əliyev Parkı yaradılanda ilk park idi ki, Əli Əhmədovun vaxtında Əli müəllim gəlmişdi, onda birinci
başçı. Ora bir bataqlıqdır. O ərazini tanıyanlar yaxşı bilir ki, orada həmişə su axırdı, insanlar tərəfindən zəbt olunmuşdu. Bir bataqlıq idi. Yəni heç kim düşünmür ki, orada belə bir abad Heydər Əliyevin adına bir park salına bilər. Həqiqətən də 2000-ci ildə və Ulu Öndərin özü məhz orada iştirak edirdi, o açılışını elədi. Çox yaxşı yadındadır. Adam şəlalənin açılışını elədi, o düyməni bastı, sonra oturdu orada, pencəyini çıxartdı və səhnə qurulmuşdu. Bax, indi bəlkə də çoxları o qədər də bilmirlər, amma o niyə görə maraqlı görünür də, parka girəndə görürsünüz ki, heykəl o abidə belə fərqli formada dayanır. Nə mərkəzdədir, nə böyrüdədir. Yəni, orada bir səhnə qurulmuşdu. Adam gəldi, Ulu Öndər, gəzə-gəzə gəldi, keçdi. Birdən gördü ki, səhnədə konsert var, çıxdı birbaşa ora. Bax, həmin onu tarixi kəlamları orada dedi ki, mən Əhmədlini çox istəyirəm, bunun havası yaxşıdır, gözəldir. Rəfail Abdullayevdən, Allah verir evdən xahiş edəcəm, burada mənə bir mənzil versin, mən burada gəlib yaşayayım, buranı çox sevirəm. Həqiqətən də ki, o sonra 2007-ci ildə o restavrasiya, onun abidəsi qoyulan zaman belə məsləhət bilindi ki, məhz o səhnə qurulan yerdə onun abidəsi də orada ucaldıldı. Yəni, bunların bizim xatirələrimiz həqiqətən də çoxdur və böyük bir tarixi zamanları yaşadıq. Həm çətin zamanları yaşadıq, həm də bu günləri artıq o Ulu Öndərin belə Moskvadan dediyi fikirlərin o yadınızda yəqin ki, bu sosial şəbəkələr, daha doğrusu internet səhifələrindən rast gəlib hər birimizdə ki, o Koçaryanla bir görüşü vardı. O Heydər Əliyev ki, biz qayıdacağıq, biz gələcəyik, biz qayıdacağıq filan. O da bir istehza ilə bir baxır. Amma bugünkü günü kəşki istəyərdi ki, onu görək ki, adam indi hansı gündə doğrudan da o adam Ulu Öndərin o vaxtı dediyi söz həqiqətən də yerini tapdı. Nəinki yerini? Hətta 200 il əvvəl bu işğal olmuş torpaqlar tam geriyə qaytarıldı. Mən bayaqları baxıram ki, deməli bunlar hələ indi də elə internet səhifələrində vardı ki, yazıbdır Azadlıq Radiosu ki, orada ermənilərin bir xramı var idi şeydə, Xankəndində. Yox, Xankəndindəkindir, göstərilir. Mən də maraqlı olur, o Google Earth yəqin ki bilirsiniz də, o illərlə qaytarır. Ki, və qaytardıq, gördük ki, orada heç nə olmuyurdu. Onu sonradan tikiblər, o restavrasiya ki, eləyiblər. Yəni, bu günləri artıq o torpaqlarda biz varıq. Bu günləri heç kimin ağlına gəlməzdi ki, haçansa Xankəndi ermənsiz olacaqdı, Qarabağ ermənsiz olacaqdı. Özdə heç kim onları qovmadı və çox gözəl bir siyasətin nəticəsində onlar getdi, hətta yolda belə bir təkliflər oldu ki, bəlkə elə Azərbaycan vətəndaşı olub qalarsınız, qəbul edəcək, getdilər. İndi də getməklərinin peşmançılığını da çəkdilər. Bu günlərdə hamısı göz qabağındadır. Bu Azərbaycan Heydər Əliyev ideologiyasını, Heydər Əliyev siyasətini və Azərbaycan diplomatiyasının ən böyük təntənəsidir ki, bugünkü günü bayaqları qeyd olundu ki, Cənab Prezidentin gəlişində, yerişində, duruşunda ona həsrətlə baxan dünənlərin 44 günü müharibədə bizə təzyiq göstərənlər indi ona həsədlə baxırlar və ən əsası odur ki, əlini sıxmaq üçün sözün əsl mənasında növbəyə dayanıblar. O, Selviyanın başlı, Vučićin o dediği söz ki, mənim yaxşı dostum, bu nəinki bizim bütün Avropanın yaxşı dostudur, indi heç onun telefonu da tapa bilmirəm ki, təzədir. Yəni, bunlar simvolik olaraq deyiləndir, amma dərin mənası olan bir məqamlardır, məsələlər ki, bugünkü günü biz onu yaşayırıq, bugünkü günü biz onu görürük. Necə ki, Ulu Öndər cəsarətli fikirləri o zamanda 20 yanvar hadisələri zamanı o konferansda demişdi, mətbuat konferansında bu günləri Cənab Prezidentin o cəsarətli addımlarını biz fikir verirsiniz, necə yəni bu elə-belə söhbət edir. Bu günləri dünyanın bütün dövlətlərinin, bütün əksəriyyəti, xüsusən də belə kiçik dövlətlərin hamısı təzyiqlər altındadır. Kimlərin isə təzyiqini, amma adam müstəqildir, müstəqil siyasət yeridir. Hətta ən böyük derici avval belə deyək ki, Rusiya qarşısında dayana bilmir və ən əsası da odur ki, yəqin ki 8 avqustdakı o Ağ Evdəki 25-ci Ağ Evdəki görüşdə
o Trump'ın ona necə həsədlə baxdığını fikir vermişsiniz. Mən ən çox ona fikir verim ki, adam belə çox böyük həsədlə və sonraki görüşlərində də birbaşa Heydər Əliyev, İlham Əliyevi göstərərək dünyanın böyük lideri deyə təqdim edir. Bax, biz bu günləri bu böyük bir insanın qurduğu, yaratdığı bir dövlətdə, bir cəmiyyətdə yaşayırıq. Bundan sonraki dövrümüzdə düşünürük ki, ən yaxşı yönlərimiz hələ də qabaqdadır, ən yaxşı inkişaf edəcək dövlətimiz hələ də qarşıdadır. Sizə hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.